Salam, hər vaxtınız xeyir. Bu gün sizə Masazır qəsəbəsində çox gözəl yerdə, Bakı-Sumqayıt yoluna da yaxındır. Mərkəzi küçəsinə, Əliağa Vahid prospektinə də yaxındır. 2 nömrəli məktəbə tam yaxındır. Belə bir 3 sota yaxın torpağın içərisində 130 kvadratlıq bir mərtəbə 3 otaqlı, amma geniş otaqlardır da. Yəni 4 otaqlıdan da belə kvadratları böyükdür. Belə bir bax gördüyünüz bu həyət hissəsidir. Burada gördüyünüz sanitar qovşaqda həyətində var, evin içində də var. Ağac əkmək üçün yeridir. Burada böyük bisetkası var. Bisetka da demək olar, balkon da demək olar. Ancaq çox böyükdür də, belə deyək. Buranı otaq da eləmək olar gələcək üçün. 6 metrənin 4 metrəyə bax belə bir balkonu var. Çox gözəl bir evdir. Yan tərəfdə böyük məsafəsi var. Evin arxasına da keçmək olur. Bax belə düşüb keçmək olur o üzə. Təxminən 2 metr məsafəsi var. Daxil olaq evimizə. Bu evimizin giriş hissəsidir. Çox geniş evdir. Koridoru digər evlərin, bu qiymətə olan evlərin zalı boyladı, belə deyək. 4 otaq gördüyünüz 4 otaq, 2 sağdadır, 2 solda. 3 otaqdır, biri mətbəxdir, başdakı da sanitar qovşağıdır. Solda bizim qonaq otağımız var. Bax, şəxsi tikili evdir bu ev. Yəni sıfırdan özü üçün tikilib, özü üçün təmir olunub. Özü də neçə ildir bu evdə yaşayır da, belə deyək. Qiyməti 114.000 manatdır. Sənədi paket Qubcalıdır. Tam təmirli, hər bir şəraiti var. Hər bir şəraiti. Kamera sistemindən tutmuş var idi. Burada yerləşir evimizin yataq otaqlarından biridir. Bax burada. Genişdir. Kombi, mətbəx bir mebeli qalacaq evdə. Burada yerləşir bizim balaca otağımız. Balaca otaq deyəndə elə 15-16 kvadratdır ən balacası. O birləri kuxnasının özünün 20 kvadrata yaxındır, daha doğrusu 20 kvadratdır. Əşyalardan razılaşma yolu ilə qalan da olacaq. Bura bizim sanitar qovşağımızdır. Mətbəx mebeli, kombi, kamera sistemi olan hamısı qalacaq. Çox böyükdür. Sanitar qovşağıdır. Telefon nömrəmiz səhifədə var. Ora bizim giriş qapımız oldu. İndi mətbəxi də sizə göstərim. Bu bizim mətbəximizdir. Bayaq həyətdə göstərdiyim buradan kamera sistemindən tutmuş varımızdır. Bax, bu da bizim mətbəxdən o dediyimiz balkona keçid hissədir. İstəsəniz oranda ev eləyə bilərsiniz. Bax belə mətbəx mebeli qalacaq, qeyd elədiyim kimi. Real alıcıya endirim olacaq. 114.000 deyilsə də real alıcıya endirim olacaq. Keyfiyyətli ev istəyən gəlsin bu evə bir baxsın. Ən azından bir baxsın. Həyəti bacası. Sağ olun. Telefon nömrəmiz səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz.